Biz 50 ildən sonra Aya sadəcə bayraq sancmaq üçün deyil, başqa planetlərə köçməyi öyrənmək üçün geri qaydırıq. NASA'nın Artemis 2 missiyasında 4 insan indiyə qədər heç kimin getmədiyi qədər uzağa, ayın qaranlıq tərəfinin arxasına göndərilir. Amma onlar ora ayaq basmayacaqlar. Bu uçuş sadəcə bir məşqdir. Məqsəd, insanın yer kürəsindən uzaqda, kosmik radiasiya içində necə sağ qala biləcəyini test etməkdir. Çünki əsl hədəfimiz ay deyil. Ay bizim üçün sadəcə bir dayanacaqdır. İnsanlar orada kosmik bazalar qurub, birbaşa Marsa uçmaq üçün yanacaq doldurma məntəqəsi yaradacaqlar. Belə baxanda, sanki insanoğlu artıq tək bir planetə sığmır. Başlanan bu yeni kosmos yarışında elə görünür ki,